Hər axşamlar özümdən asılı deyil, qətiyyən və qətiyyən qabları yumasam yata bilmərəm. Çünki mənə elə gəlir ki, onda qablar səhərə qalanda, əlavə işlərim də olanda iş çoxalır və yoruluram. Bəzən nadir hallarda olur ki, yoruluruq, səhhətimizdə problem olur, xəstələnirik, ağrıyırıq. O zaman ayrı məsələ, qabları yumuram, səhərə saxlayıram, yaxşı olanda yuyuram və buna görə isə heç bir zaman nə qaynanam, nə də qaynatam Azərbaycanda olan vaxtı deməyib ki, bala niyə bu qablar səhərə qalıb. Amma ki, elə evlər tanıyıram ki, qaynata, qaynana hər şeyə danışır. Heç sizin qaynananız, qaynatanız elə şeylərə qarışıb, rəy bölməsində yazarsınız. Bu aralar isə maşallah mən gündə bəlkə 10 dəfə qab yuyuram. Çünki dəhşət aşırı dərəcədə hər gün 5 dəfə yemək yeyirik. Çox sağ olsun ki, bu qida əlavəsi ilə məni tanış eləyən xanım və qida əlavəsi ilə tanış olandan bəri biz gündə 5 dəfə yemək yeyirik. Miray balaca canı ilə yemək yeyir, qurtarır, meyvə yeyir, meyvə yeyir, qurtarır, peçen yeyir, peçen yeyir, qurtarır, günə 1 litr süd içir. Allaha çox şükür ki, mən də deyə bilirəm ki, rahat şəkildə uşağımın iştahı düzəlib və hər şeyi yeyir. Çox şükür Allaha. Qızlar, hər dəfə məndən o dərmanı soruşursunuz. Altını çizərək deyirəm ki, birincisi o dərman deyil, qida əlavəsidir. İkincisi aptekdə yoxdur, Asiyadan sifarişlə gətizdirmişik. Nömrəni isə qoyacağam bura, xanımın özünə yazın.